Buna namaz qılmayanlar qulaq assın. Deyir bir seri Həzrəti Cəbrail 2 rəkət namaz qılır. Bu namaz qılmağı 4000 il vaxt aparır. Sonra gəlir iftixarla Allahın qabağında dayanır. Deyir ay Allah, kainatı xəlq eləyəndən heç mənim kimi namaz qılanın olub. Allah buyurur ki, ey Cəbrail, axır zamanda Həzrəti Muhammedin ümmətindən elə bəndələrim olacaq ki, 2 rəkət namaz qılacaq. Xətanın, qəzanın, fikrindən 1000 dana söz keçəcək. Heç bilməyəcək əvvəl rəkətdəyəm ya ikinci rəkətdə. 1 dəqiqə, 2 dəqiqədə pul çəkəcək. Bəli, onun namazı sənin namazından çox tər qəbul olacaq. Həzrəti Cəbrail biraz narahat olur. Deyir Allah, niyə? Nə olacaq ki, onların namazı bu həddə qiymətli olacaq? Allah buyurur ki, onlar mənim düşmənimi yıxıb mənim huzuruma çıxacaqlar. Sənin düşmənin yoxdur ki. Onlar nəfslərinin səsinə qulaq asmayacaqlar. Şeytanın vəsvəsələrini eşitməyəcəklər. Dünyanın sevgisini o tərəfə qoyub mənim qabağımda namaza duracaqlar. Onlar o zaman Allahu Əkbər deyəcəklər ki, Allahu Əkbər deyənləri məsxərəyə qoyacaqlar. İndi bəzən namazdan sonra uşaqlar deyər ki, mama Allah qəbul eləsin. Deyərəm Allah qəbul elədi. Deyərlər nə cür bilsin vurdu dedi. Deyərəm yox. Allah elə həmin ki məni qibləyə tərəf dayanıb, ona səcdə eləyib, onun huzuruna çıxmağa icazə verdi. Namazımı da qəbul eləyər inşallah. Sənin nə işin var Allah namazını qəbul elədi ya eləmədi? Sən bəndəliyi o yerinə gətir. O Allahlığın qəşəng başarır.